Salamlar hər kəsə. Bugün dərsimiz oksidlərin təsnifatıdır. Bildiyiniz kimi oksidlər turşularla əsaslanan reaksiyaya daxil olaraq duz əmələ gətirirlər. Ancaq bəzi oksidlər var ki, nə turşu ilə və ya əsaslanan reaksiyaya daxil olmurlar. Ona görə oksidlərin təsnifatı iki yerə ayrılır. Duz əmələ gətirən oksidlər və duz əmələ gətirməyən oksidlər. Gəlin ilk öncə duz əmələ gətirməyən oksidlərlə tanış olaq. Duz əmələ gətirməyən oksidlər qeyri-metalların əmələ gətirdiyi oksidlərdir. Bu oksidlərdə qeyri-metalın sayı oksigenin sayına bərabər olasıdır. Sadəcə bir oksiddə qeyri-metalın sayı oksigenin sayından böyük olasıdır. Hansılardır? Bir-bir tanış olaq. Karbon monoksid, azot monoksid, silisium monoksid, bir də diazot monoksid olasıdır. İndi keçək duz əmələ gətirən oksidlərə. Duz əmələ gətirən oksidlərin 4 böyük qrupu var. Turşu oksidləri, əsas oksidlər, amfoter oksidlər, bir də qarışıq oksidlər. Turşu oksidlər hansılardır? Turşu oksidlər adından da məlum olduğu kimi turşu xassəlidir. Turşu xassəli olduğu üçün əsaslanan reaksiyaya daxil olaraq duz əmələ gətirəsidir. Turşu oksidlərini qeyri-metallar əmələ gətirirlər və bəzən bəzi metalların yüksək oksidaşma dərəcəsi göstərdiyi oksidlər turşu oksidlərinə aid edilir. Bunları bilmək üçün, yəni hansının turşu oksidi, hansının əsas oksidi bilmək üçün metalları və qeyri-metalları bilmək lazımdır. Gəlin birinci qeyri-metalları xatırlayaq. Karbon, silisium, kükürt, fosfor, azot, bor, xlor. Bunlar qeyri-metallardır. İndi baxaq, bunların əmələ gətirdikləri turşu oksidlər hansılardır? Karbonun karbon dioksid, silisiumun silisium dioksid, kükürdün kükürt dioksid, kükürt trioksid, fosforun difosfor trioksid, difosfor pentoksid, azotun diazot trioksid, diazot pentoksid olasıdır. Borun əmələ gətirdiyi oksid dibor trioksid, xlorun dixlor heptaoksid olasıdır. Baxın, bu qeyri-metallardır. Qeyri-metalların oksidləri turşu oksidləri adlanır. Ancaq bəzi metallar var. Məsələn, xrom. Xromun ən yüksək oksidaşma dərəcəsində olan oksidi turşu oksidi olasıdır. Manqan 2O7. Bu da metaldır. Onun da ən yüksək oksidaşma dərəcəsi turşu oksidi adlanasıdır. İndi keçək əsasi oksidlərə. Əsasi oksidlər adından məlum olduğu kimi əsasi xassəlidir. Ona görə turşularına reaksiyaya daxil olasıdır. Daxil olaraq duz əmələ gətirəsidir. Qarışıq və amfoter oksidlərdən başqa bütün metalların oksidləri əsasi oksidlərdir. Litium oksid, natrium oksid, kalium oksid, maqnezium oksid, kalsium oksid, barium oksid, civə 2 oksid, manqan 2 oksid, dəmir 2 oksid, xrom 2 oksid, mis 2 oksid, mis 1 oksid, gümüş oksid, nikel 2 oksid. Bunlar əsasi oksidlərə aid edilir. İndi keçək amfoter oksidlərə. Amfoter oksidlər ikili xassəli oksidlərdir. Həm turşularla, həm də əsaslanan reaksiyaya daxil olaraq duz əmələ gətirəsidir. Burada bilməliyik ki, uşaqlar, hansı metallarımız amfoter xassəlidir? Berilyum, alüminium, sink, qalay, bir də qurğuşun. Baxın, bunlar amfoter metallarımızdır. Onların əmələ gətirdiyi oksidlərdə amfoter oksidlər olasıdır. Berilyum oksid, sink oksid, alüminium oksid, xrom 3 oksid, dəmir 3 oksid, manqan 4 oksid, qurğuşun 2 oksid, qurğuşun 4 oksid amfoter oksidlərə aid edilir. Digər oksid növümüz isə qarışıq oksidlərdir. Qarışıq oksidlər iki müxtəlif oksidin qarışığından ibarətdir. Onlar da turşularla reaksiyaya daxil olur. Bu zaman isə iki müxtəlif duz əmələ gətirir. Çünki o zaten iki
iki oksidin qarışığından ibarət olduğu üçün. Məsələn, dəmir 3O4. Dəmir 3O4 qarışıq oksiddir. Dəmir 2 oksidin, dəmir 3 oksidin birləşməsindən əmələ gəlmişdir. Burada dəmir 2 oksid əsas oksiddir. Dəmir 3 oksidi isə amfoter oksid olduğu üçün 2 oksiddən ibarətdir. Manqan 2 O4. Burada manqan 2 oksid, manqan 4 oksidin qarışığından ibarətdir. Qurğuşun 3 oksid O4. Burada qurğuşun 2 oksidin, qurğuşun 4 oksidin qarışığından ibarət bir qarışıq oksidlər aid edilir. Gəlin ümumiləşdirək uşaqlar. Deməli, turşu oksidi qeyri-metallar əmələ gətirdi. Əsasi oksidi qarışıq və amfoter oksidlərdən başqa metal oksidləridir. Amfoter oksidləri də amfoter metallar, berilyum, alüminium, sink, qalay, qurğuşun bunlara aiddir. Qarışıq oksiddə ilə həm qrafik formulları da fərqlidir, həm də adı da özləri də fərqli oksidlər olduğu üçün bunları yadda saxlamaq daha rahatdır. Gəlin, indi bir məqam var ki, onu vurğulayaq. Turşu oksidlərində uşaqlar metalın ən yüksək dərəcəsi olasıdır. Əsasi oksidlərdə isə metalların ən aşağı oksidaşma dərəcəsi. Ancaq amfoter oksidlərdə isə metalların orta oksidaşma dərəcəsi olasıdır. Məsələn, xroma baxaq. Burada yazıram. Xromun 3 oksidini yazıram. Xrom 2 oksid, xrom 3 oksid, xrom 6 oksid. Burada gördüyümüz kimi xrom 3 oksid ən aşağı oksidaşma dərəcəsindədir. Ona görə bu əsasi oksid olasıdır. Xrom 3 oksid. Burada orta oksidaşma dərəcəsinə aid olduğu üçün bu amfoter oksid olasıdır. Xrom burada isə ən yüksək oksidaşma dərəcəsinə aiddir. Xrom 2 müsbət 6. Burada isə turşu oksidi adlanasıdır. İndi dəmirə baxaq. Dəmir 2 oksid. Bir də var dəmir 3 oksid. Baxın, burada -2 müsbət 2 olasıdır. Dəmir aşağı oksidaşma dərəcəsi olduğu üçün bu əsasi oksiddir. Dəmir 2 müsbət 3. Burada müsbət 3 olduğu üçün, orta oksidaşma dərəcəsi olduğu üçün bu da amfoter oksid adlanasıdır. Bir də uşaqlar manqan oksidlərinə baxaq. Manqan 2 oksid, manqan 2 oksid, manqan 4 oksid. Baxın, burada manqan oksidaşma dərəcəsi müsbət 2-dir. Bu əsasi oksiddir. Aşağı oksidaşma dərəcəsi həmişə əsasiyə aiddir. Burada manqanın oksidaşma dərəcəsi müsbət 4-dür. Bu da amfoter oksid olasıdır. Manqan 2 O7-də isə burada ən yüksək oksidaşma dərəcəsi göstərir manqan. -2 müsbət 7. Müsbət 7 olasıdır. Burada da turşu xassəli, turşu oksidi adlanasıdır. Deməli, metalın ən yüksək oksidaşma dərəcəsi turşuya aiddir. Orta amfoterə, ən aşağı oksidaşma dərəcəsi isə əsas oksidlərə aiddir. İnşallah sizin üçün faydalı olmuşdur.